Əziz şagirdlər, bugün artikel mövzusunun izahına baxacağıq. Bir də bir xatırlatma edim. Aprel qruplarına qeydiyyat başladı artıq. Yuxarıda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. 051 420 1948. Belə, vaxt itirmədən keçək dərsimizə. Uşaqlar, artikel mövzusu elə bir mövzudur ki, o daha çox əzbərə əsaslanır. Ona görə, belə deyim, dərsin izahından sonra biz mütləq və mütləq testlərlə bu mövzunu bərkitməliyik. Ona görə siz toplu testdən işləyə bilərsiniz və yaxud da ki, başqa testlər də var. Mənim öz hazırladığım testlər də var. Əgər, belə deyək, ehtiyacınız olarsa, yenə yuxarıda gördüyünüz nömrəyə yazıb testləri istəyə bilərsiniz. Belə, başlayaq mövzumuzun izahına. Artikel, belə deyək, ismə aid olur. Artikel. Azərbaycan dilində artikel deyə bir nitq hissəsi yoxdur. Amma ingilis dilində artikel var və belə deyək, burada artıq Azərbaycan dilinə inteqrasiya eləyə bilməyəcəyik. Və ingilis dilində artikel isimlərin qarşısında istifadə olunur. Artikel ismə aid olur, onun qarşısında istifadə olunur və ingilis dilində iki növ artikel mövcuddur. Baxa görək hansı artikellardır. Bir, müəyyənlik artikeli, ingilis dilində definite article deyəcəyik. İki, qeyri-müəyyənlik artikeli. Qeyri-müəyyənlik artikeli isə indefinite article'dır. Əgər ismin qarşısında sifət işlənərsə, artikel sifətin qarşısına keçir, amma yenə də ismə aid olur. Bu nə deməkdir? Məsələn, e-book, bir kitab və bu kitab sözünün qarşısında bir sifət istifadə eləsəm, desəm ki, maraqlı kitab, gözəl kitab və yaxud da ki, qalın kitab və s. Burada artıq bizim artikelimiz keçəcək sifətin qarşısına. Amma yenə də biz həmin artikeli təbii ki, ismə aid eləyəcəyik. Həmin bu artikelimiz ismə aiddir. Çünki bilirik ki, artikel ismə aid olan bir nitq hissəsidir. Yəni, belə deyək, hissəcikdir daha doğrusu. An interesting bookda biz o artikeli sifətə aid eləməyəcəyik. Yaxşımı? Yəni, bu artikelimiz bizim ismə aiddir. Sonra, əgər ismin qarşısında əvəzlik istifadə olunarsa, əvəzlik işlənərsə, o zaman artikel düşəcək. Məsələn, a son nədir? Bir oğul. Mənim oğlum desəm, my son, mənim oğlum da götürüb burada my son, my son və s. bu kimi şeylər istifadə etmək olmaz. Yəni, artikel mütləq və mütləq düşməlidir. Her son, onun oğlu. Her son, her son istifadə etmək olmaz. Və yaxud da ki, this son, yəni qarşısında işarə əvəzi, yerlik əvəzi fərq etməz. Bunlar istifadə olunduqda artıq artikelimiz düşəcək. Sonra, dedik ki, artikelin iki növü mövcuddur. Bir, indefinite article, digəri isə definite article. Biz danışacağıq indefinite article'dan, yəni qeyri-müəyyənlik artikeli. Qeyri-müəyyənlik artikeli an artikelidir. Qeyri-müəyyənlik artikeli sayılan tək isimlərin qarşısında istifadə olunur. Hansı isimlərin qarşısında istifadə olundu? Sayılan tək isimlərin qarşısında və bir mənasını verir. Yəni, bu an artikeli vahidlik bildirir, bir mənasını verir. Amma isimlərimiz cəmlənərsə, artikelimiz düşəcək. Artikeli samitlə başlanan isimlərin qarşısında, an artikeli isə saitlə başlanan isimlərin qarşısında istifadə olunur. Məsələn, deyirəm ki, xəttkeş, ruler. Görürsünüz, samitdən başlayıb sözümüz samitdən başladığına görə qarşısında artikeli istifadə etdik. Və yaxud da ki, ikinci sözümüzə baxaq. An eraser, saitlə başladığına görə qarşısında an artikeli istifadə etdik. İndi isə baxaq növbəti qaydamıza. Biz sait və samit səs deyərkən sözün tələffüzünü, bəli, sait və samit səs deyərkən sözün tələffüzünü nəzərdə tuturuq. Bəzi sözlər var ki, samitlə yazılır, amma qarşısında samit tələffüz olunmur. Məsələn, an umbrella. Görürsünüz, saitlə başlayıb an istifadə etdik. Amma university sözündə, universitet sözündə. Biz bu, deməli, sözümüz saitlə başlasa belə, bunu tələffüz eləyərkən university deyirik. Demirik university, okey? U-la tələffüz etmədik, university. Yəni, U kimi tələffüz olunduğuna görə, samitlə başladığına görə qarşısında artikeli istifadə olunacaq. An hour. Burada isə H ilə başlayır sözümüz, düzdürmü? H samitdir. Amma biz burada tələffüz eləyərkən H-i tələffüz etmirik. Hour kimi oxuyuruq. Ona görə qarşısında an istifadə olunacaq.
Gəlin görək qeyri-müəyyən artiklın işlənmə yerləri haradır? Bir, tərif bildirən isimlərin qarşısında en işlənir. Məsələn, a book is for reading. Kitab oxumaq üçündür. Tərif bildirən bir cümlədir. Books are for reading. Kitablar oxumaq üçündür. Və bunu da qeyd edək ki, həmin o tərif bildirən cümlələr ki var, orada isim cəm olarsa mütləq qarşısındakı artikel düşəcək. E-books olmaz. Yəni oradakı cəm şəkilçimiz düşməlidir. Sonra sənət, peşə, milliyyət, dini, inancı ifadə edən sözlərin qarşısında en artikel istifadə olunacaq. Məsələn, deyirəm ki, she is an English teacher. O, ingilis dili müəllimidir. Peşə ifadə etdi və qarşısında en artikel istifadə etdik. He is an American. Burada isə millət, milliyyət ifadə edir. He is an American. O, Amerikalıdır. Burada da nə istifadə etdik? Qeyri-müəyyənlik artiklından. Sonra növbəti qaydamız nədir? Sayıların qarşısında hansı sayıların? 100, 1000, milyon kimi sayıların qarşısında en artiklı istifadə olunacaq. Baxaq, daha doğrusu en istifadə etməyəcəyik, çünki bunların hamısı samitlə başlayır. Ona görə artiklı istifadə edəcəyik. A hundred, 100, a thousand, 1000, a million bu kimi sayıların qarşısında mütləq en artiklı istifadə olunmalıdır. Sonra növbəti qaydamız. Bəzən ümumi bir fikir ifadə etmək üçün en artiklı işlənir. Ümumi bir fikir nə deməkdir? Məsələn, deyirəm ki, a computer can only do what you program it to do. Yəni, burada artıq bir kompüteri nəzərdə tutmuruq. Deyir ki, kompüter sən necə proqramlaşdırırsansa onu edir. Yəni, burada ümumi kompüterlər nəzərdə tutulur. Söhbət bir kompüterdən getmir. Amma yenə də biz bunun qarşısında artiklı istifadə etdik. Çünki burada ümumi bir fikir ifadə edirik. Yaxşımı? Burada bir kompüter nəzərdə tutulmur. Növbəti qaydamız morning, afternoon, evening, night kimi sözlərin qarşısında təsvir edici təyin işlənərsə o zaman en artiklı işlənir. Normalda biz bu morningdir, afternoondur, evening, night kimi sözlərdə artikl istifadə etmirik. Amma əgər qarşısında təsvir edici təyin işlənərsə, o zaman en artiklı istifadə edəcəyik. A cold night, soyuq bir gecə. A hot evening, isti bir axşam. On a calm afternoon, sakit bir günorta və s. Yəni, bu kimi təsvir edici təyinlərlə işlənərsə, həmin bu sözlərimiz, yuxarıda gördüklərimiz, o zaman qarşısında en artiklı istifadə edəcəyik. Gəlin, baxaq növbəti qaydamıza. Aşağıdakı birləşmələr en artiklı ilə işlənir. Bunlar əzbərlənməlidir, çünki bunlar sabit ifadələrdir və hər zaman artiklından istifadə olunacaq. Məsələn, in a word, bir sözlə, in a whisper, pıçıltı ilə, in a hurry, tələsmək, in a low voice, in a loud voice, alçaq və yüksək səslə və s. It's a shame, eyibdir. Bunlar özünüz baxarsınız artıq, ifadələr də əzbərlənməlidir. Gəldik, çatdıq definite article. Definite article müəyyənlik artiklıdır. Müəyyənlik artiklımız nədir? Z artiklı. Z müəyyənlik artiklıdır. Bu artiklımız həm sayılan, həm sayılmayan isimlərin qarşısında istifadə olunur və həmin mənasını verir. İndi isə gəlin işlənmə yerlərinə baxaq. Görək Z artiklı hansı isimlərin qarşısında istifadə olunur. Başlayaq. Sıra sayılarının qarşısında Z artiklı istifadə edirik. Məsələn, the first, birinci, the second, ikinci, the third, üçüncü, the fourth, dördüncü. Yəni, bu sıra sayılarının qarşısında, ümumiyyətlə sıra sayılarının qarşısında Z artiklı istifadə edəcəyik. Sonra növbəti qaydamız sifətin üstünlük dərəcəsi. İndi sifətin dərəcələrini keçəndə bu bizim üçün daha aydın olacaq. Amma burada da yenə artikl mövzusunda da buna toxunacağıq ki, sifətin üstünlük dərəcəsində də biz artiklı istifadə edirik. Məsələn, the largest road, ən geniş yol, the most dangerous movie, ən qorxulu film və s. Yəni burada bu kimi, belə deyək, sifətin üstünlük dərəcəsində biz Z artiklını istifadə etdik. Növbəti qaydamız. Okean, dəniz, çay, göl, kanal adlarının qarşısında Z artiklı işlənəcək. Məsələn, the Caspian Sea, dəniz.
Düzdürmü? The Caspian Sea the artiklından istifadə olunur çünki su hövzəsidir. The Baykal, the Volga və s. Yəni okean, dəniz, çay, göl, kanal adları the artiklı ilə işlənir. Bunlar daha çox əzbərə əsaslanan şeylərdir. Ona görə əzbərləmək lazımdır. Sonra və Baykal gölündə bir istisnamız olacaq ki, bu Baykal göldə. Ümumiyyətlə göl adlarında əgər gölün yanında lake sözü varsa, Z artiklı işlənməyəcək. Baykal Lake olacaq. Amma əgər lake sözü yoxdursa, o zaman Z Baykal olacaq. Tamam, fikrim aydındır. Baykal gölünün yanında lake sözü varsa, Z artiklı işlənməyəcək. Amma Baykal sözünün yanında lake sözü yoxdursa, o zaman Z Baykal olacaq. Növbəti qaydamız Birləşmiş Dövlətlərin qarşısında Z artiklı işlənir. Bəli, Kingdom, United, Republic, Federation, State kimi sözlər varsa hətta ölkələrin yanında, o zaman biz orada Z artiklı işlədəcəyik. The United Kingdom, the UK, the USA, the Russian Federation, the Azerbaijan State və s. Bu kimi sözlərin qarşısında, dövlətlərin qarşısında Z artiklı istifadə eləyəcəyik. Gəldik dillərə. Dillər Z artiklsız işlənir. I like English. Mən ingilis dilini sevirəm. I like English. Mən ingilis dilini sevirəm. Amma əgər bu ingilis dilinin yanında language sözü olarsa, o zaman Z ilə işlənəcək. Məsələn, deyirəm ki, I like the English language. Mən ingilis dilini sevirəm. Belə. Ayrı-ayrı ölkə, dövlət, şəhər, rayon, kənd adları artiklsız işlənir. Bəli, şəhərdir, rayondur, kənddir. Bunlar ölkədir. Bunlar artiklsız işlənir. Azərbaycan, Baku, Paris, Frans və s. Bunlar hamısı artiklsız işlənir. Amma ölkə adlarının yanında bu kimi sözlər gələrsə, görək hansı sözlərdir. State, Republic, Federation, Emirates, Union sözləri gələrsə, o zaman Z artiklı ilə işlənəcək. Məsələn, deyirəm Azərbaycan, tək ölkə adı gəlib, burada artikl olmayacaq. Amma desəm ki, The Azerbaijan State, burada artıq artikl istifadə etdim, çünki Azərbaycan dövləti deyirəm. Sonra, aşağıdakı ölkə adları istisnadır, onlar Z artiklına işlənir. Bəli, aşağıdakı sözləri Z artiklına götürəcək, daha doğrusu ölkə adlarına. Bu ölkə adlarının hamısı Z artiklına işlənir, əzbərləmək lazımdır ki, bunlar hamısı testə düşür. Z Netherlands, Z Argentina və Argentina ölkəsində isə Argentina eynən yazılırsa artikl olacaq. Amma A-nı yazılırsa o zaman artiklsız istifadə olunur. Əgər adların qarşısında Mrs., Mr., Captain, Doctor kimi sözlər gələrsə, o zaman artikl işlənməyəcək. Mrs. Jane, Mr. Tom, burada artikl olmur. Çünki zaten qarşısında təyin edici var. Yəni, başqa bir təyin ediciyə ehtiyac yoxdur. Millət adları Z ilə işlənir. Məsələn, deyirəm an English, söhbət bir ingilisdən gedir. The English isə ingilis millətindən söhbət gedir. O zaman Z artiklı istifadə edirəm. A British, the British. A Japanese, the Japanese. Və burada sonu E, S, E ilə, CH, SH ilə bitən millət adları cəmlənməyəcək. Məsələn, burada an American, the Americans sonunda bunun S-i var. S. An American, the Americans cəmlənir. A Turk, the Turks yenə cəmləndi. Amma sonu yuxarıda gördüyünüz belə deyək də birləşmələrlə bitirsə, məsələn, ESE, CH, SH kimi şəkilçilərlə bitirsə, o zaman onlar cəmlənməyəcək. A Chinese, the Chinese. Gördünüz, Chinese sözü cəmlənmədi. Ada və dağ adları tək də işlənərsə artiklsız olur. Amma cəmdə işlənərsə, o zaman artiklla işlənəcək. Məsələn, the Alps, Alp dağlarından söhbət gedir, cəmdədir. Ona görə biz burada artikl istifadə eləyəcəyik. The Qafqaz, söhbət Qafqaz dağlarından gedir, cəmdədir. Ona görə artiklına istifadə etdik. The British Isles, Britaniya adaları, söhbət adalar qrupundan gedir. Düzdür? Britaniya adaları, burada artikl istifadə etdik. Amma məsələn, Everest, zirvədir. Təkdir də, düzdürmü? O zaman artikl istifadə etmirik. Abşeron Peninsula, Abşeron yarımadası yenə təkdə olduğuna görə biz burada artikl istifadə etmədik və əgər bu dağların yanında mount sözü
mount sözü varsa və yaxud da ki, peninsula, adaların, yarımadaların yanında peninsula sözü varsa, o zaman biz onları artiklına işlətməyəcəyik. Çünki onun tək olduğunu bildirir. Mount dağ, peninsula yarımada. Bütün bir ailəni təmsil edən soyadların qarşısında Z artiklı işlənir. Məsələn, Z Aliyevs, Z Browns, Əliyevlər ailəsi, Brownlar və s. Və soyadlar bütöv bir ailəni ifadə edirsə, o zaman Z artiklı ilə işlənəcək. Sonra növbəti qaydamız, vahidlik bildirən isimlərimiz Z ilə işlənir. Vahidlik bildirən isimlər deyəndə nə nəzərdə tuturuq? Aydır, səmadır, yer kürəsidir, günəşdir, dünya və s. Bu kimi sözlərimiz Z artiklinə işlənir. The sky, the earth, the sun, the world və s. Planet adları artiklsız işlənir. Məsələn, deyirəm ki, Mars, Venera, Jupiter və s. Bax, bunlar deməli, planet adlarıdır. Yəni, yanında heç bir söz gəlməyibdir. Tək işlənərsə, o zaman artiklsız olur. Amma əgər yanında planet sözü gələrsə, o zaman Z ilə işlənir. Məsələn, The Venera Planet, Venera planeti, The Mars Planet, Mars planeti və s. Qarşısında planet sözünü gördüksə, Z artiklını yazırıq. Sonra, növbəti qaydamız substantivləşmiş sifətlər. Substantivləşmiş nədir? Yəni isimləşmiş sifətlərin qarşısında Z işlənir. Məsələn, old. Old nədir? Yaşlı, qoca. Qarşısına Z işlənəndə artıq bu substantivləşir, yəni isimləşir. Deyirəm Z old, yaşlılar, qocalar. Rich zəngin deməkdir. Qarşısında Z işləndi. Oldu nə? The rich zənginlər. The poor kasıblar. Yəni, substantivləşmiş sifətlərin qarşısında Z artiklı işlədəcəyik. Sonra, növbəti qaydamız. Aşağıdakı sözlər Z ilə işlənir. Yenə, əzbərə əsaslanır, əzbərləmək lazımdır. The same, the following, the only, the whole, on the right, on the left, the main, the end və s. Bu kimi sözlərimiz Z artiklı ilə işlənir. Növbəti qaydamız isə cəhət adlarına aiddir. Cəhət adları. Əgər cəhət adlarını sadalayıramsa, deyirəm ki, 4 cəhətiniz var. North, south, east, west. O zaman artikl istifadə etməyəcəm. Və yaxud da ki, deyirəm qərbdən şərqə, şərqdən qərbə, bu kimi ifadələrdə də həmçinin Z artiklı istifadə olunmayacaq. Ölkə adlarının qarşısında istifadə olunduqda yenə də biz artikl istifadə etməyəcəyik. Məsələn, deyirəm North America, Şimali Amerika. Yenə artiklsız istifadə olunur. Amma hissə bildirdikdə, məsələn, deyirəm ki, Azərbaycanın şimalı, biz cənubda yaşayırıq, biz şimalda yaşayırıq və s. Bu kimi birləşmələrdə, yəni hissə bildirdikdə, o zaman artiklla istifadə olunur. The north of Azerbaijan, Azərbaycanın şimalı. We live in the north, biz şimalda yaşayırıq. Bu kimi cümlələrdə hissə bildirərsə, o zaman artiklla istifadə edirik. Növbəti qaydamız play sözü ilə bağlıdır. Play. Play sözü musiqi alətləri ilə çalmaq mənasında işlənərsə, o zaman Z artiklı ilə işlənir. Məsələn, deyirəm ki, play the guitar, play the piano, gitara çalmaq, piano çalmaq və s. Burada Z artiklı ilə işlənəcək. Musiqi alətləri ilə çalmaq mənasında. Amma oyun adları ilə işlənərsə, oynamaq mənasında oyun adları ilə işlənərsə, o zaman Z işlənmir. Məsələn, deyirəm play golf, play basketball, play football və s. Golf oynamaq, basketbol oynamaq, futbol oynamaq və s. Yəni, oyun adları ilə oynamaq mənasında işləndikdə Z artiklı işlənmir. Amma çalmaq mənasında musiqi alətləri ilə istifadə olunarsa, o zaman Z artiklı işlənəcək. Növbəti qaydamız by sözünü ilə əlaqəlidir. By sözünü nəqliyyat vasitələrinin qarşısında işləndikdə artiklsız işlənir. Məsələn, deyirəm ki, ilə mənasında, baxın, ilə mənasında deyirəm ki, mən bura avtobusla gəldim, mən bura maşınla gəldim və s. Baxın, bu kimi birləşmələrdə ilə mənasında by car, by bus. Bunlarda istifadə olunacaq nə? Artiklsız istifadə olunur. Deyirəm, I came here by car, by bus, by train, artiklsız. Amma əgər yanında mənasında işlənirsə, tutaq ki, deyirəm, by the car. By the car artıq maşınla demək deyil, maşının yanında deməkdir. Belə, növbəti qaydamız və
Sonuncu qaydamız nədir? Last və next sözlərinin işlənməsi. Gəlin görək lastın qarşısında və next'in qarşısında nə zaman Z artiklı işlənir, nə zaman işlənmir. Last və next sözləri zaman bildirən sözlərlə işlənərsə artikl ilə işlənmir. Bəli, özündən sonra zaman bildirən söz gələrsə artikl olmayacaq. Deyirəm last Saturday, keçən şənbə günü. Last year, keçən il. Last week, keçən həftə. Next week, gələn həftə. Next year, gələn il və s. Yəni özündən sonra zaman bildirən söz gələrsə, o zaman artikl işlənmir. Amma zaman bildirən sözdən başqa bir söz gələrsə, o zaman z ilə işlənir. Və təbii ki, mənası da sonuncu deməkdir. Deyirəm ki, the next room sonuncu otaq. Yaxşımı? Bu qaydada aydındır.